Davam edirəm mixlə və baxıram ki, doesn't like football and Kevin doesn't either götürərəm. Burada yadımda saxlayıram ki, either həmçinin mənasında ifadə edir və either yalnızca cümlənin sonunda inkar cümlələrdə həmçinin mənasını ifadə edərsə götürürlər. To also yalnızca təsdiq cümlələrdə həmçinin mənasındadır. To cümlənin sonunda, also isə cümlənin ortasında gələr. So neither sənə heç bir təqdirdə burada kömək ola bilməz. Zaten birinci inkardan sonra ikinci inkarı silərsən. Didn't call me and didn't text me. Yenə izinə verərəm. Həmçinin mənasındadır. Cümlənin sonunda inkar cümlələrdə gəlir. Digərləri də yuxarıdakı izahlarla eynidir. And Linda is, Mark is coming to the evening and Linda is coming to. Mən to'nu gördüm. Həmçinin mənasındadır. Təbii cümlənin sonunda təsdiq cümlələrdə istifadə olunur. Either üçün yalnızca inkar gəlməlidir. Much tərcümə verməz. More və ya neither sənə burada düzgün tərcümə verməz əlbəttə ki. Davam edirəm mən. And they are. We are going to the museum and they are also going. Təbii ki, mən burada also'nu deyir ki, biz gedirik muzeyə. Onlar da həmçinin gəlirlər. Yalnız cümlənin sonunda inkar cümlələrdədir. Enough more sənə either düzgün tərcümə verməz. Doesn't gəlibdir, inkardır və doesn't either deyərəm. Deyir ki, we don't like onions. Biz soğanı sevmirik. Tom da həmçinin sevmirik. İnkar bir cümlədə gəlməz. To yalnızca təsdiq olsa yalnızca təsdiq və so isə burada cümlənin sonunda ümumiyyətlə istifadə olma qaydası tamamilə yanlışdır. Jeremy smile was beautiful. Jeremy deyir ki, gülüşü gözəl idi. Təbii ki, biri mən doğru olaraq götürürəm. The soup tasted bad. Qabaqda feil gəlibdir. Lakin o feillərdən hansı ki, özünə sonra sifət də tələb edir. To taste, to sound, to appear, to feel, to be, to get, to become o feillər ki, burada bad gəlməlidir. Sildim. Look görsəndə happy götürürəm. Üçü o feillərdən ki, sifət tələb edir. Sim o feillərdən ki, sifət tələb edir. Zərf verib dərhal sildim. Və məndə doğru variantım nə olacaqdı burada? Deməli, doğru variantım 1 və 3 olacaqdı. Burada Y variantı götürdüm əlbəttə ki. Was charming deyir ki, charmlı idi. To be-dən sonra təbii ki, sifət gələcəkdi götürdüm. 1-i yadda saxlayıram ki, taste o feillərdəndir. Zərf gəlməz, sifət gələr. 2-ni sildim. Looked healthy təbii ki, sağlam görsəndə feil və o feillərdən ki, özünə sonra sifət tələb edir. Görsəmək mənasında sifət veribdi, götürdüm. Looked excitedly olmazdı. Excited olmalıydı. 4 dərhal sildim. Tried. To try hard çox gərgin çalışmaq deməkdir və try hardly ifadəsi ümumiyyətlə mövcud deyildir. Yaddan saxlamaq. Bu da bərabərdir to work hard ifadəsinə, bunu da unutmayaq. Hardly eynən highly kimi dərəcəyə sahib deyildir. Məhz bu səbəbdən də more hardly-ni dərhal silərəm. Hardly ümumiyyətlə özü bərabərdir. Hardly bərabərdir. Yadda çıxartmayaq ki, noya, yəni inkarı ifadə edir. Zorla, güclə mənasındadır və deməli, hardlyləri siləndən sonra məndə qaldı baxçı və d arasında gedirəm. İkinci hissədə tried hard and got a good mark. Təbii ki, çox çalışan adam gedib yaxşı qiymət alar da. A worse mark almaz, axı pis qiymət almaz. Davam edirəm, came qabaqda gəlibdir. Late ilə late arasına gedəndə late son dövrlərdə mənasını ifadə edir, son dövrdə. Late isə gec deməkdir, gecikmək deməkdir. Late həm sifət, həm zərfdir. Lately yalnızca zərfdir və tərcümə tamamilə fərqlidir. She came late in the evening and drank a cup of hot tea. Doğru variantı C variantı götürərəm. Late adi dərəcə, late tək hecalıdır və müqayisəsi erlə düzəlir. Late-ni götürərəm, amma ki, burada hotas ifadəsi yanlış olardı və lately son dövrlərdə mənasındadır. Tərcümə sənə heç bir təqdirdə verməz. Look görsənməkdir. Görsənmək o feillərdən ki, sifət tələb edir. O səbəbdən də mən zərfi dərhal atdım. Digərlərini saxladım. And-i görmüşəm və reacted when she heard the news. İkinci hissədə react gəlibdir. Feildir, yəni reaksiya verdi. Təbii ki, mənə mütləq zərf lazımdır. Sifəti və sifəti atdım. İkisi arasında qaldım və she looked calm and reacted calmly when she heard news. Deyir ki, o sakit görsənirdi və xəbəri eşidəndə sakit şəkildə reaksiya verdi. Calmer olardı,
Amma burada mütləq ki, əndli cümlədə and reacted more calmly. O səbəbdən də mən yeni sildim, cını götürdüm. Əndli cümlədə hər iki tərəfi eyni dərəcəyə getməlisən. The boy is to be-dən sonra təbii ki, zərf gəlməz. Zərfləri, elboyları sildim, digərlərini qaldım. He smiles. Gülür deyir və təbii ki, feildir. Feildən sonra mütləq zərf gələr. Sifəti sildim və ikisi arasında qalıram. The boy is always happy. He smiles happily at everyone. Təbii ki, mən burada doğru variant A variantını götürdüm. Is always happier. Happier olması üçün, yəni daha xoşbəxtdir. Kimdən daha xoşbəxtdir? Müqayisəyə getməyib, baxın, məntiqli tərcümə verməsi Y variantı. Looked görsəndə o feillərdəndir ki, zərf istəmir, zərfləri sildim. And spoke qabaqda feil gəlibdir, mütləq zərf lazımdır, sifəti sildim və doğru variantım gedəcəkdir. Looked very nervous and spoke very nervously. C variantı olacaqdır. Əsəbi görsənirdə əsəbi şəkildə danışdı. Arrived qabaqda feil gəlibdir və late son dövrlərdə də dərhal sildim. Yadda saxlayıram ki, late həm sifət, həm zərfdir və which made us unhappy. To make unhappy ifadəsi hazır ifadədir. To stay healthy kimi bayaqlar dedim ki, bu da hazır ifadədir. To make unhappy baxmayaraq ki, feil gəlibdir, sifət istəyəcəkdir və yaxud da ki, to stay healthy baxmayaraq ki, feil gəlibdir, yenə sifət istəyəcəkdir. Onlar hazır idiomlardır. Məhz bu səbəbdən zərfi sildim. Doğru variant B variantına gedəcəkdir. Deyir ki, gec gəldi, hansı ki, bu da bizi çox məyus etdi. Ever'dənsə gəlibdir, isimdir və təbii ki, mən zərfi sildim. Gedirəm ikinci hissəyə və she-dənsə qabaqda feil gəlibdir, yəni dans edir. Məhz bu səbəbdən də mən sifəti sildim. Doğru variant Y variantı olaraq götürdüm. Seemed görsəmək o feillərdən hansı ki, sifət tələb edir. O səbəbdən də zərfi sildim və excited but she sang very confidently. İkinci hissədə də feil gəlibdir, zərf istəyəcəkdir. Tamamilə doğruydu. Was to be-dən sonra mən zərfləri sildim və spoke qabaqda feil gəlibdir. Mənə mütləq ki, zərf lazım idi, sildim. Doğru variantım A variantına gedəcəkdir təbii ki. Flew qabaqda feil gəlibdir, adi dərəcədir və üstünlük dərəcəsini dərhal silərəm və Hay ilə hayl arasında qalsam, hali yüksək səviyyədə deməkdir. Yüksək səviyyədə uçmur, hündürdən sadəcə uçur. İkisi arasında qalandan sonra children were highly excited. Uşaqlar da çox yüksək dərəcədə həyəcanlanmışlar. Məhz bu səbəbdən də doğru variantım B variantı olaraq götürəcəm. Bax, buradakı highly özünün tərcümədə göstərdi. Is a highly respected. Yüksək səviyyədə hörmət olunan adamdır. Hündür olmaz təbii ki. İkincisi də isə speaks very loudly. Deyir ki, speaks very highly about himself. Deyir ki, çox yüksək səviyyədə özü haqqında danışır. Hündürdən təbii ki, danışsa desəm, bu sənə düzgün tərcümə verməz. Amma speaks very highly about himself. Deyir ki, yüksək səviyyədə özü haqqında danışır. B variantı doğru olacaqdır. I sat near the window and nearly dropped. Niyə ilə nearly arasına geçsəm, niyə yaxın deməkdir. Nearly demək olar ki, az qala və ya təqribə mənalarını ifadə edir. Much nearly ola bilməz. Nearly'nin də eynən lately, hardly və ya highly kimi dərəcələri mövcud deyildir. Dərhal sildim. O səbəbdən də dərəcələri və near yaxın deməkdir və ya near yaxın deməkdir. Burada sadəcə olaraq deyir ki, mən pəncərəyə yaxın oturmuşdum. Az qala ki, telefonumu düşürürdüm. C variantı sənə düzgün tərcümə verər. Driving very near to the cliff and yenə o şəkildədir və nearly'nin təbii ki, dərəcəsi mövcud deyildir. Near yer olardı, dərhal sildim və dərəcə mövcud olmadığı üçün də maçı sildim və near yaxın sənə düzgün tərcümə verməz. Az qala ki, deyir ki, bədbəd hadisəyə səbəb olacaqdı. O səbəbdən də nearly'ni doğru götürərsən. Worked very hardly ifadəsi mövcud deyildir. Worked very hard deməkdir, çox gərgin işləmək mənasını ifadə edir. Verdən sonra müqayisə dərəcəndə atım ikisi arasında qaldım. But he hardly slept. Amma deyir ki, güclə yuxuya getdi, zorla yuxuya getdi. Demək olar ki, yəni yuxuya getmədi tiplisindən bir mənanı ifadə edir. 22-yə getdim. Trained.
Məşq gedir, hardı götürərəm, əlbəttə ki, hardıları götürmərəm. O sən zaten bir cümlədə gəlməz. Hardı zorla, güclə mənasını ifadə edir. Belə bir ifadə yanlış var. She could hardly walk, amma deyir ki, zorla yeriməyə başladı. B variantı doğruydu. Judge made decision gəlibdi. İsim var burada. O səbəbdən də sənə mütləq ki, sifət lazımdır. Zərfləri mən dərhal sildim. Üstünlük dərəcəsində weighted ola bilməz. Təbii ki, weighted decision olar. Spoke very thoughtfully. Doğru variantın təbii ki, D variantına gedəcəkdir. Çünki qabaqda feil gəlibdir. Sənə mütləq zərf lazım idi. Sifəti atdım, D-ni götürdüm. Is gəlibdir və izdən sonra nearly təqribən mənasını ifadə edir. Hali yüksək səviyyədədir. Is highly talented. Aha, burada yüksək səviyyədə, bəli, yüksək səviyyədə istedadlı deyə bilərəm. O səbəbdən də mən nearly-ni high-ı atdım və nearly-ni atdım. Digərləri qalır. And nearly won the award və deyir ki, az qala ki, mükafatı qazanırdı. Deyir ki, yüksək səviyyəli istedadlı bir insandır və az qala ki, mükafatı qazanırdı. B variantı sənə düzgün tərcümə verər. Near yaxın deməkdir. Sırf dərhal silmişdim o variantı zaten. Aha, davam edirəm. Was, qabaqda to be gəlibdir. To be-dən sonra the car was high new deyə bilmərəm təbii ki. Yəni hündür yeni deyə bilmərəm və ya yaxın yeni və yaxud da ki, daha hündür yeni. Demək olar ki, yeni deyə bilərəm. The car was nearly new and parked very near the entrance. Hali new deyə bilmərəm, çünki yüksək səviyyədə yeni demərəm, amma demək olar ki, yenidir. The car was nearly new and parked very near the entrance. Və deyir ki, girişə çox yaxın parkovka elədi. C variantını desəm doğru tərcümə verərəm sənə. Diqqətli olmalı, tərcüməyə getməlisən. Sim o feillərdən iki sifət tələb edər. O səbəbdən də incredibly high deyə bilərəm. Incredibly highly burada yüksək səviyyədə deyə bilmərəm. Dağ üçün inanılmaz dərəcədə hündür idi deyir dağ. So we climbed it very slowly olacaq. Veridən sonra mütləq ki, adi dərəcə gələcəkdir və qabaqda feil gəlibdir. Climb, sənə mütləq zərf lazımdır. Zərf lazım olmaq üçün sən slow'nu dərhal birinci hissədən sildin. C variantı doğruya gedəcəkdir artıq. Arrive qabaqda feil gəlibdir. Yaddan çıxartmırıq ki, lately son dövrlərdə idi. They arrived later at the hall and the teacher seemed quite angry. Deməli, əndli cümlədə hər iki tərəfi eyni dərəcəyə götürəcəm əlbəttə ki. Morgan bir cümlədə gəlməz, dərhal sildim. Anı dərhal silmişdim. Simdən sonra zərf gəlməz, dərhal sildim və lately o səbəbdən silmişdim ki, son dövrlərdə mənasını ifadə edir. Gec gəldim, müəllimdə əsəbi görsənirdən. The soup taste qabaqda o feillərdən iki sifət tələb edir. O səbəbdən də mən zərfləri dərhal atıram. İkisi arasında qalarım. She always cooks well. Hər zaman deyir ki, qəşəng pişirir. Qabaqda feil gəlibdir. Zərf lazımdır. A variantı doğru olacaq. Taste qabaqda o feillərdən ki, mütləq ki, səndən sifət tələb edir. Quite adi dərəcə göstəricisidir. Məhz bu səbəbdən də sən bitterly, yəni zərfləri dərhal silərsən və yaxud da ki, müqayisə dərəcəsini silərsən. Taste quite bitter because you made it very carelessly. Qabaqda feil gəldi. Çünki sən bunu çox diqqətsiz şəkildə elədin, laqeyd şəkildə elədin. Qabaqda feil gəlibdir. Smelled o feillərdən ki, özünə sonra sifət tələb edir və veridə gəlib adi dərəcə. Və mən zərfləri dərhal ataram. Çünki deyir ki, çox şirin iyi bir gəlir. Öz-özünə hərəkət baş verir. Mücərrəd feillər onlar hesab olunurlar. Gedirəm ikinci hissəyə. Open the bucket. Careful deyir ki, çox diqqətli şəkildə açdı. Qabaqda feil gəlibdir. Zərf avtomatik gedəcəksən. Zərfin də D variantındaydı. Bu qədər əzizlərim. İnşallah ki, kömək ola bildim. Sifət zərfi bərabər vermək istədim. Çox əlaqəlidirlər. Çox girişli çıxışlıdırlar. Müqayisə tez-tez tələb edirlər bir-birləri ilə və bəs bu səbəbdən də onların birgə izah olunması çox vacib idi. Hər kəsə uğurlar.